Yəni 96 minlik evdən 120 minlik gözləntiniz olmasın. Düzdür, yaxşı evdir, qanuni 2 otaqdır. Kristal Abşeronda gördüyünüz binada. Qanuni 2 otaq, xırda para, yəni aboy xərcləri var. Evin daxilinə keçdikdə görəcəksiniz. Keçək, evlə tanış olaq. Evə daxil olduqda gözünüz isə evin qonaq otağıdır. Görürsünüz. Yəni qonaq otağında heç nəyə ehtiyac yoxdur. Hər şey qaydasındadır. Sadəcə dəhliz hissəsində, baxın, dəhlizə, belə deyək, koridorun aboyu dəyişməlidir. Mətbəxdə də demək olar ki, heç bir şeyə ehtiyac yoxdur. Mətbəx mebeli var. Membrandır, yarımçıqda yığılsa, paltaryanı var, soyuducusu var. Yəni dəhlizini gördünüz. Sadəcə dəhlizinə ehtiyaclı, başqa heç bir şey. Burada hamam sanitar qonşağıdır, tam səliqəlidir. Buraya isə yataq otağımız. Yataq otağında da göründüyü kimi heç bir problem yoxdur. Yəni heç bir avoy dəyişikliyi yox. Burada da mətbəx, yataq dəstə qalır. Deməli 96 min manatdır qanuni 2 otaq. Sənət Kopça, Kristal Abşeron 1-də. Bugünə bu qədər, sağ olun.